Bismillah. Bürclərin 11-17 may həftəsi üçün ən düz proqnozu. Həftənin pulda ən şanslı və gərgin bürcləri. 11-17 may həftəsi bürclər üçün dönüş nöqtəsi kimi görünür. Bu dövrdə Merkuri və Venera enerjisi xüsusilə pul, iş və münasibətlər mövzusunu ön plana çıxarır. Bəzi bürclər böyük qazanc və yeni imkanlarla qarşılaşacaq. Bəziləri isə emosional və maliyyə gərginliyi yaşayacaq. Qoç, işdə sürətli qərarlar vermək lazım gələcək. Həftənin ortasında yeni qazanc qapısı açıla bilər. Amma tələskənlik pul itkisi yarada bilər. Sevgi həyatında köhnə mövzu yenidən gündəmə gələ bilər. Boğa, həftənin ən güclü və şanslı bürclərindən biridir. Pul enerjiniz yüksəlir. Gözlənilməz qazanc və ya iş təklifi görünür. Uzun müddətdir gözlədiyiniz xəbər gələ bilər. Əkizlər, hərəkətli və qarışıq həftə olacaq. Yeni tanışlıqlar və əlaqələr fayda gətirəcək. Maliyyədə xırda itkilər olsa da həftənin sonuna doğru vəziyyət düzələcək. Xərçəng, uğur enerjiniz artır. İş və ailə mövzusunda rahatlıq gəlir. Maddi vəziyyətdə sabitlik yaranır. Həftənin ikinci yarısı xüsusilə uğurludur. Şir, diqqət mərkəzində olacaqsınız. Yeni layihə və ya iş təklifi mümkündür. Pul gəliri artsa da riskli qərarlardan uzaq olun. Qısqanclıq və gərginlik yarana bilər. Qız, sakit amma məhsuldar həftədir. Planlı davranan qızlar maddi baxımdan qazanc əldə edə biləcək. Sənəd və müqavilələrdə diqqətli olun. Tərəzi, pul mövzusunda vacib qərar verməli olacaqsınız. Kiminsə köməyi sizə böyük fayda verə bilər. Münasibətlərdə isə açıq danışıq vacibdir. Əqrəb, həftə emosional başlayaraq, amma sonu uğurlu görünür. Gecikən pul və ya xəbər gələ bilər. Gizli rəqiblərə diqqət edin. Oxatan, yeni imkanlar və iş dəyişiklikləri mümkündür. Həftənin ortasında gəlirlə bağlı sevindirici xəbər görünür. Yorğunluq arta bilər. Oğlaq, pul axını güclənir. Köhnə borc və ya gecikən məsələ həll ola bilər. İşdə nüfuzunuz artır. Ailə içində isə səbirli olmaq vacibdir. Dolça, gərgin həftələrdən biri ola bilər. İşdə rəqabət və anlaşılmazlıq mümkündür. Maliyyədə ehtiyatlı olun. Planlarınızı hamı ilə paylaşmayın. Balıq, həftənin ən uğurlu bürclərindən biridir. Yeni iş, qazanc və yüksəliş enerjisi görünür. Ətrafınızdan böyük dəstək alacaqsınız. Həftənin pulda ən şanslı bürcləri Boğa, Balıq, Oğlaq, Xərçəng. Həftənin ən gərgin bürcləri Dolça, Qoç, Şir, Əqrəb.